Bu gün qonağımız Rüfət Nadirlidir Araz FM-də. Smart ağıllı ev sistemləri bizim təxminən bir aydan sonra Elmin qardaşımızın geniş fikirlərini, təcrübələrini, təəssüratlarını, sərgi baxışını, illərin ağıllı ev sistemlərinə yanaşmasını bizim milli brendlərin Parakəndə icrası 2026-da speaker qismində görəcəksiniz. Uğurlar. Və ayın 5-i orada o məşhur açıq da orada olacaq. Eynək, o oxuyan var, ekran oxuyan. Sərgidə belə satış olmayan. Orada olacaq, gəlib baxarsın, nümayiş olacaq orada. Hələ bəlkə çıxışı mən onunla elədim. Uğurlar. Amma indi sahibkarımızın özü dayanmır, çalışır, iş görür. Bəzən danışdığımız qədər iş görmürük. Ancaq özümüzü PR-la məşğul oluruq. Həmçinin də o qədər sözü olan bir insandır ki, bugün dəvət etdiyimiz qonağımız mən onun xətrinə çox istəyirəm, o öz efirinə gəlmiş kimi var. Elmin qardaşımızı mən böyük zövqlə təqdim etmək istərdim. Elmin dostumuz danışdığından da artıq nəticə verən, həm yerli bazarda, həm xarici bazarda, həm böyük sərgilərdə, həm böyük tədbirlərdə öz şirkətinin imicini qorumaqla bərabər işgüzarlığını da şəxsi motivdə, şəxsi amildə işgüzarlığını da əsirgəməyən və mənim çox böyük hörmətim olan və smart sistemlər, ağıllı ev sistemləri gələndə bu şirkətin adı, bu dostumuzun adı çox öndə gəlir, şirkətdə öndə gəlir. Hər zaman müsbət referanslar biz görmüşük. Xoş gördük, hər kəs salamlayıram. Texnologiya inteqrasiya keçiblər. Yəni inteqrasiya olmasa çünki işləri getmir. Bu gün nə xoşdur ki, adi bir sənədi imzalamaq belə telefonla həyata keçirmək olur. Yəni biz artıq yeniliklərə açıq və özümüzü təsdiqləyə biləcək bir texnoloji sahədəyik. Və hər birimizin uşaqdan tutmuş böyüyə qədər texnologiyadan yararlanma imkanlarımız var və yararlanma. Getdikcə də daha rahatlaşır. Və bugünkü mövzumuz Elmin qardaşımızın giriş etməsi və mənim təqdimatımdan sonra əvəz ilə deyil və bugün həm də biz Çin səfərindən danışacağıq. Bugün ümumiyyətlə əsas mövzumuz müasir həyatda ağıllı ev sistemlərinə artan maraq və real tətbiq təcrübələridir. Bu təcrübə evdə işığın yanıb sönməsi nə qədər mən səndə onu şeydə görmüşəm. Robot nələrə qəşəng danışır vallahi. Robot bəlkə bizdən belə danışmaz amma Elminlə rahat danışır. Buyurasın. Mən bildirmək istəyirəm ki, həqiqətən ağıllı sistemləri son 5 ildə biraz daha çox aktivləşdi insanlar arasında. Çünki birinci təhlükəsizlik baxımından evin su, işıq, qaz sistemi, yəni bunu özlərinə fikirləşdirilər ki, mən evimdə etməliyəm. Çünki maşallah olsun, yəni hər bir kəsin, yəni Azərbaycanda artıq ev almaq çox sadələşib, çox. Yəni inanın yan qonşularımızda, Rusiyada, Gürcüstanda, Türkiyədə, yəni bir evi almaq çox çətindir, amma Azərbaycanda rahatdır. Yəni hər kəsin 2-3 evi var. Yaşamadığı üçün də ora ağıllı sistemin təhlükəsizlik sistemini tətbiq edirlər ki, evdə olmadığı müddətdə qaz sızsa, məlumatım olsun, yoxlasın və su sızması, digər işıq qısa qapanmasından sığortalansın. Və bunun tələbatı bu 5 ilə yavaş-yavaş artdı, amma insanların artıq bununla bağlı problemləri çıxdı. Nə? Demək, seçim eləmək problemi. Bu da nə idi? Yəni yerli istehsal seçimi, yoxsa xarici istehsal? Xarici istehsal seçirəm. Əgər bir tətbiqi ki, daha doğrusu bir qurğunu ki, mən internetdən 20 dollara ala bilirəmsə, bunun təhlükəsizliyindən söhbət gedə bilməz. Yəni mən o sistemin sıfıra bərabər olan təhlükəsizliyini hər halda hər bir adama sübut edə bilirəm ki, yəni bu almayın. Gedin ən bahalısı xarici istehsal alın. Amma onun da çatışmayan cəhətləri nədir ki, sizin mərkəzinizin, evinizin idarə etmə mərkəzi həmən hansı ölkənin istehsalıdırsa ora aiddir. Yəni bu gün hər dəfə bunu qeyd edirəm. Rusiya böyük bir problemlərin altında, onsuz da bu sanksiyalar onu sıxırdı. Amma ki məsələ nədir? Bu gün Rusiya, Amerika və Ukrayna istehsalı olan ağıllı sistemlərdən istifadə edir. İllərdir, 10 illər, 20 illərdir. Və artıq məlum məsələlərə görə Amerika bütün evlərdə olan ağıllı sistemləri bloklayıb. Çünki idarə etmə mərkəzi Amerikadadır. Ondan asılıdır. Ukrayna bloklayıb milyardlarla, yəni sərmayələr məhv olub gedib də, ağıllı sistemləri işləmir. Amma bizim yerli istehsalımızın üstünlüyü oldu ki, ən vacib üstünlüyü. Biz serveri, idarə etmə mərkəzini sizə verdik. Yəni siz hansı ölkədən asılı vəziyyətdə deyilsiniz. Ondan əlavə olaraq biz 3 illik zəmanət veririk. Depomuz var 10 illik, servis xidmətimiz var. Yəni evinizdə bir problem olanda həftələrlə gözləmirsiniz hansısa ölkədən sizə mail gəlsin, o tətbiqi, o qurğunu sizə düzəldəcəklər yoxsa yox gedin. Yəni bu məsələlər və problemlər ortalığa çıxır. Siz bilirsiniz ki, Kitayda artıq hərbiçilər robotlardır. Artıq onu tətbiq ediblər. Hərbiçi robotlar. Mən bir video göndərmişdiniz. Ay Allah, necə təbii idi. Bəli. Demək, o video nə üçündür? Üz dərisi belə adam fərqləndirə bilmir ki, bu robotdur, yoxsa yəni əl vursan o üzdəki üzdür də, bu dəridəki istiliyi. Demək, bunlar fərqli formada robotlar istehsal edirlər. Mən qabağıma çıxsa tanımaram. Və onunla bağlı, demək, bilirsiniz, baxın, hərbi robotlar var, xidməti robotlar var, security, yəni qoruyucu robotlar var. Hətta bunların özlərinin belə qorxduğu odur ki, gizli saxlayırlar ki, bunlar düzəltdiyi robotları kimsə kamikadze kimi istifadə edə bilər. Yəni düzdür, robotlar satışında mən məsəl üçün oradan robotlar sifariş verdim. Həm smart sistemə inteqrasiya olması üçün, həm də xidməti robot kimi.
bizim restoranda robot xidmət göstərəcək sizə və o bildiyiniz dəmir bədənli olmayacaq. Mən sizə atdığım o videonu, indi bu kadrın arxası altında mən o videoları paylaşacağam. Yəni dərisindəki, hətta qadınların bədənində olan, o dəridən çıxan ağ rəngdə olan tüklərə qədər var. Yəni o biz xanımlarımız o lazerə gedirlər. Yəni o tüklər. Hətta onların da özlərinin qorxduğu yeni inteqrasiya növü var. Robotları insani keyfiyyətlər, insani hisslərlə istəyirlər istehsal edib onları başlasınlar. Duyğuları, hisslər demək necədir? İnsan bədənində olan dərinin istiliyi onun bədənində olacaq. Siz toxunanda o istiliyi hiss eləyəcəksiniz dəridə. Və onun mimikaları, insan mimikaları və o artıq insani keyfiyyətlərlə süni intellektə inteqrasiya olacaq. Mən sual verirəm ki, siz bunu nə düşünürsünüz sonunu? Deyir, sonunu fəlakət düşünürük. Özləri deyirlər. Deyirəm, niyə deyir? Çünki nə vaxtsa bunu kimsə mənfi cəhətdən istifadə edəcək. Onsuz da deyir, biz ona icazə vermirik. Məsəl üçün, mən robot sifariş verirəm, xidmət robot. Biz istehsalçı olduğumuz üçün bizə daha münasib və daha şərtlərlə. Bəli, güvən var da, çünki istehsalçı siz bir vətəndaş kimi, Azərbaycan vətəndaşı kimi deyə bunlardan almaq istəsəniz tələblər. Misal üçün nə tələblər? Misal üçün, siz onu nə məqsədlə istifadə edəcəyinizi, şirkətiniz haqqında və restoran haqqında istəyirsinizsə, sizə onsuz da onu baha qiymətə verir. Jilkanı deyirlər, amma kəsilməyəndə o formadadır. Demək, bıçaqla kəsə bilmirsən. Biz bildiyimiz o... Doğru, mən balıq toruyadım. Yox. Bunu kəsmək olmur, qurtula bilmirsən. Onun yolu nədir? O özü yaxınlaşanda torun üzərində olan maqnitlər buna dəyir. Toxunanda toru bu istəsə aça bilir, istəsə açmaya bilir, saxlaya bilir. Hətta suda, göldə, dənizdə, quraqlıqda, daşlıqda, hər yerdə o gedir. Bir dənə böyük təkər toplaya bilir və yerində qərar qəbul edə bilir. Sərbəst qərar qəbul edə bilir ki, bu axtarışdadır, mən bunu həbs etməliyəm. Surəti, bir insanın qaçma surəti, mən düşünürəm ki, indi mən çempionlardan danışmıram da, normal insanlardan 20-25 surətədir, kilometr. Bu 40 km/saata qədər sürətini artıra bilir və qısa bir vaxtda artıra bilir. Hesab edin ki, axtarışda olan bir adama bu xəbərdarlıq edir ki, tərpənməyin, siz həbs olunursunuz. O adam qaçırsa, bu rahat bir 30 saniyə qədər ona vaxt verə bilir ki, dayansın. Getməyə də bilər. O 30 saniyə xəbərdarlıq məsələsidir. O 40 sürətdən onsuz da insana çatır. Hətta biz burada danışdıqlarımızın bir qismini çox qısa bir müddətdə Smart Sistemin, Elmin qardaşımız sosial media səhifələrində, hətta bizim biznes mərkəzimizin səhifələrində görəcəksiniz. Və qaçırmayın, qarşıda bizdə olduğumuz üçün də və Elmin qardaşımız öz şirkətinə və fərdi olaraq da illərdir ki, bizim biznes mərkəzi qurumumuza güvənir, bizə güvənir. Və biz də ona çox böyük təşəkkür edirik. Bugün networking bazarı çox genişdir. Amma bugün elə dostlarımız var ki, onlar sadəcə və sadə bizi seçirlər. Və bu belə dostlarımızdan biri də Elmin Sadıqovdur. Güvənlər üçün də təşəkkür edirik əzizimizə. Edərkən ən önəmli keyfiyyət, servis və bunun zəmanəti mütləqdir. Çünki biz o qədər, bu gün qapı kilitləri çox böyük problemdir. Ona görə də mən düşünürəm bugün keyfiyyətə mütləq önəm versinlər. Yəni, müştəri var, həqiqətən deyir ki, mən nə qədər lazımdır ödənişini eləyirəm, mənim evimdə keyfiyyətli qurğular olsun. Hətta kabelləşmədə belə zəif axınla çəkilir də. Bizim qurğularımız 12 voltdan işləyir, zəif axınla çəkilir. Üstünlüyü də odur ki, yəni həqiqətən təhlükəsizdir. Deyir ki, mənim evimə çəkilən xətlər lisenziyası olsun. Mən lisenziyasını göstərim. Bugün bazarda 70 qəpiyə satılan hər hansı bir kabeli, yəni bu 1 manat 40 qəpiyə alır ki, keyfiyyətlisi olsun. Bugün evimizə çəkdiyimiz o, biz bir-birimizə yəni dediyimiz 2,5, 3, 4 yəni xətlər var da. Siz inanırsınız, belə 4 dediyiniz elə 2,5-dır. Amma üstündə 4 yazır. İri buynuzlu heyvanların mədəsinə yerləşdirmək üçün çipləri də mən ona münasib qiymətlərlə təklif edəcəm. Sərbəst seçim etmək hüququ var. Niyə? Çünki qiymət fərqinə baxırsınız, seçim edərkən ən vacib olan mərkəz, idarəetmə mərkəzi sizdədir və yoxsa hansısa istehsalçı ölkədədir. Mən düşünürəm ki, yerli istehsal olduğumuz üçün həm yerlilərimiz, həm yerli istehsala dəstək üçün, həm də öz təhlükəsizliklərini təmin etmək üçün idarəetmə mərkəzinin özlərində olmasına üstünlük versinlər. Çünki bundan əlavə olaraq servis xidmətimiz var deyən ondan yararlansınlar. Və digər yenilikləri, istehsalçı olduğumuz üçün yenilikləri biz onlar üçün əlçatan edirik.
bu gün hər hansı bir qurğunu alıb sabah onun yenisi çıxanda dəyişmə imkanı yaranacaqsa, bizdə o yoxdur. Yəni istədiyiniz tərzdə siz hər hansı bir qurğunu, fəaliyyətini belə biz dəyişə bilirik istədiyiniz kimi.